Wow, bu dəfə nəyin unpackingini eləyirik? Onyx Ozi. Bəli, bu oturacağı bütün ailəliklə gözləyirdik. Camal hələ ki başa düşmür bu nədir. Əslində isə bu Camalın yeni oturacağıdır. Və bu oturacağın tam 3 funksiyası var. Yəni uşaq anadan olandan az qala evlənənə kimi bu oturacaqdan istifadə edə bilər. Ümumiyyətlə Camala nəsə alanda ən birinci bilmirəm bu niyə eləyirəm, amma həmişə deyirəm, verirəm iynəsin, əlində tutsun, ağzına soxuram ki, dadına baxsın. Bilmirəm niyə. Ay mikrob belə şeylər mənə maraqlı deyil. Bu oturacağı almamızın ən böyük səbəbi bu quşlardır. Çox xoşum gəlir. Bu arada oturacağı artıq 2 həftədir istifadə edirik. O quşlar qədər oynadığı başqa quşqası yoxdur. Nəysə, oturacağın 3 funksiyası var. Bayaq da qeyd elədim. Buradan oyuna qalanları toğrul yığacaq. Niyə? Çünki buradan oyuna yığmaq çətindir. Həm də bu nə tər deyirlər, kişi işidir. Biz isə Camalla oturuq, baxırıq, həvəslə gözləyirik ki, bu kreslo nə vaxt alınacaq, amma deyəsən heç vaxt alınmayacaq. Çünki Toğrul nəsə heç nə başa düşmür. Biraz kitab oxuyur. Bu arada kitab oxumaq Toğrulda o qədər də yaxşı alınmır. Nəysə, oturacaq hazır olan kimi quşları soxuram Gucci'nin ağzına. Toğrulun deyəcək. Gucci, ay Allah, Camalın ağzına. Nəysə, quşlarla çox gözəl yola gedir. Gördüyünüz kimi darmadağın eləyir. Elə bilirdim belə niyəjlə uzanacaq. Belə qəşəng videolar zət çəkəcəm. Yox, nəysə. Bu isə artıq yemək oturacağının ikinci variantıdır. Burada çox qəşəng, rahat yemək yedizdirmək olur. Hal-hazırda ən çox istifadə etdiyimiz məhz bu variasiyadır. Amma bu oturacağın daha bir funksiyası var. Uşaq rahat gəzdikdən sonra bunu artıq ayaq altlığı kimi istifadə edə bilər və yaxud qocalanda tutub gəzə bilər. Nəysə, yaxşı zarafat edirəm. Oturacaq mükəmməldir. Camal da onun kimi.